إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. Bildiyiniz kimi, hər bir kəsin Allah Subhanahu wa Ta'ala'nın sevgisinə ehtiyac var. Və əgər biz bu dünyada Allah Subhanahu wa Ta'ala'nın sevgisini qazansaq, artıq nicat qazanlardan olmuş olarıq. Və Allah Subhanahu wa Ta'ala'nın sevgisini necə qazanacaq? Hardan öyrənəcək? Necə biləcək ki, Allah Subhanahu wa Ta'ala bizi sevir? Və şək yoxdur ki, Əhl-i Sünnənin etimad elədiyi və qayıtdığı iki məsdər var. İki mənbə var. Quran və Sünnə. Və Allah Subhanahu wa Ta'ala öz kitabında hansısa bir əməli bizə təşviq edirsə, yönəldirsə və sonra deyirsə Allah Subhanahu Teala onları sevir. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləmin hədisində. Və necə ki, hədisdə gəlir ki, Ən Əbil Əbbas Səhl ibn Sə'd Əs-Sa'idi radiyallahu anhu qal, Cəə rəculun ilən-nəbi sallallahu aleyhi və səlləm fəqal, Dulləni alə əməlin izə amiltuhu əhəbbənilləhu əhəbbəninnəs. Fəqal, İzhəd fid-dünya yuhibbukallah və zəhəd fīmə indənnəs yuhibbukənnəs. Səhl ibn Sə'd radiyallahu anhu rivayət edir ki, bir kişi Allah Resulü sallallahu aleyhi və səlləm yanına gəlir. Və deyir ki, ey Allahın Rəsulu, mənə elə bir əmələ yönəlt ki, onu etdikdə Allah məni sevəcək və insanlar. Çox mühüm sualdır. Və hər birimizi maraqlandıran sualdır. Ki, mən necə edim ki, Allah məni sevsin və həmçinin insanlar sevsin. Və Allah Resulü sallallahu aleyhi və səlləm iki dənə xislət bizə tövsiyə edir və onu qəlbimizə salıb və əməl etsək, Allah Subhanahu wa Ta'ala'nın sevgisinə və həmçinin insanların sevgisinə müvəffəq olaraq. Və nə deyir Allah Resulü sallallahu aleyhi və səlləm? İzhəd fid-dünya yuhibbukallah. Dünyanı tərk et, Allah da səni sevsin. Vəzhəd fīmə indənnəs. İnsanların əlindəkini tərk et, yuhibbukənnəs. İnsanlar da səni sevsin. İki dənə mühüm xislət. Dünyanı tərk etmək, yəni dünyanı alçaq baxmaq. Necə ki, dünyanın elə mənası da alçaq deməkdir, aşağı. Dənə feilindən götürülüb. Dənə ədnə ən aşağı. Dünya aşağı deməkdir, alçaq deməkdir. Və əgər biz o dünyanı alçaq kimi baxsaq, aşağı kimi baxsaq, Allah Subhanahu wa Ta'ala bizi sevəcək. Və həmçinin insanların əlindəkini tərk etsək, yəni insanların əlində nə var? Kim necə yaşayır, kim necə qazanır, nəyə xərcləyir, nəyə istifadə eləyir. Yəni, şək yoxdur ki, bu müsəlmana yarışmayan əməllərdəndir ki, kiminsə əlinə baxsın. Yəni, mənə nəsə versin, bunun malından mənim haqqım var və s. Bu sözlər nədir? Yaxşı sözlər deyil və yaraşmayan ədəbdəndir. Və bunu etsək, yəni insanların malından gözümüzü uzaqlaşdırsaq və gözümüzlə və nəfsimizlə ona meyl etməsək və həmən insanlar bizi sevəcək. Və şək yoxdur ki, insanın bu həyatda xoşbəxtçiliyə də nədir? Qapıdır, rahatlıqdır, nəfsin rahatlıqdır ki, həm Allah səni sevir, həm də insanlar sevir. Necə ki, bildiyimiz hədisdir.
Vallahi çox əzəmətli bir hədisdir ki, Allah Resulü sallallahu aleyhi və səlləm nə deyir? Deyir ki, İzə əhəbballahu abdən nədə Cibril innallah yuhibbu fulana fəəhibbəhu fəyuhibbuhu Cibril. Allah subhanahu wa ta'ala bir qulu sevdikdə Cəbraili çağırır, səslə çağırır ki, mən filan kəs qulu sevdim. Filan kəs qul nə deməkdir burada artıq? Artıq müəyyən, yəni adla çağırır. Yəni fəxrdir, şərəfdir ki, Allah subhanahu wa ta'ala bizi adla çağırır. Ki mən filan qulumu sevdim, ey Cibril, sən də onu sev. Və Cibril də onu sevir. Fəyunədi Cibril fi əhli səmə. Sonra isə Cibril nədir? Səma əhlinin içində çağırır. İnnallahə əhəbbə fulana. Həqiqətən Allah subhanahu wa ta'ala filan kəsi sevdi və əhibbuhu. Onu sevin. Və yuhibbuhu əhlus səma. Və səma əhli də onu sevir. Səma əhli kimdir? Mələklər. Allah subhanahu wa ta'ala'nın əzəmətli məxluqatlardan. Hansı ki, onlar Allah subhanahu əmirlərinə tabi olurlar və asi olmurlar. Və Allah subhanahu wa ta'ala sevdikdən sonra, Cəbrailin sevdiyindən sonra nədir? Səma əhli sevir həmən qulu. Bununla kifayətlənmir. Sonra nə olur? Thumma yuda'ul qabulu fi əhlil ard. Və onun haqqında yer əhli üzəni qəbul olunur. Yəni yer əhli ondan razı qalır. Yer əhli onu sevir. Və şək yoxdur ki, qayıdırıq ilk hədisə, nə ilə Allah subhanahu ta'ala bizi sevəcək? Hansı əməlimizə görə bizi sevəcək? Əgər biz bu dünyanı, alçaq dünyanı aşağı baxsaq, bu dünyanı alçaq vəziyyətdə görsək və dünyaya can atmasaq, sadəcə nədir? Miqdarında. Bizə lazım olan ehtiyacımızı Allah yolunda ibadət eləməsi üçün vasitə tutaraq bunu etsək, Allah subhanahu wa ta'ala bizi sevəcək. Əgər qəlbimizi dünya ilə bağlasaq və qəlbimizi, istəyimizi yüksək məqamla dünya ilə yönəltsək və şək yoxdur ki, Allahın sevgisini qazanmış olmaq bununla. Ona görə hər bir kəs düşünməlidir, təfəkkür eləməlidir, tədəbbür eləməlidir ki, bu dünya alçaq bir dünyadır və ölüm haqqdır. Ölüm gəlib bizi yaxalayacaq. Necə olursa olsun, hansı halda olsaq, Allah subhanahu ta'ala bizi neyəcək? Öz ölüm mələyi ilə ruhumuzu alacaq. Ona görə hər bir kəs hazırlaşmalıdır. Eyni zamanda ikinci xislət nədir? İnsanların əlindəkini tərk etməyən. İnsanların əlinə baxma. İnsanların əlinə baxma. İnsanlar nə xərcləyir, nə inir, nə inəmir, hara xərcləyir, hara istifadə edir. Bizə adiyyəti yoxdur. Və bunu etsən, insanlar da səni sevəcək. Ona görə mühüm bir xislətdir. Mühüm xislətdir ki, insandan aslı olmamalıdır. Qəlbi Allahla bağlı olmalı və tövhidin də gerçəkləşməsi, əsl tövhidin həqiqəti də elə bundadır ki, insan qəlbi ilə Allaha bağlıdır və insanlara bağlı deyil. Və insanlardan uzaqlaşarsa və Allaha yönələrsə və şək yoxdur ki, Allah subhanahu ta'ala onu sevəcək və insanlar da onu sevəcək. Ona görə mühümdür ki, qardaşlar, Allahın, Cəbrailin və səma əhlinin, mələklərin sevgisini qazanmaq istəyirsə və insanların sevgisini qazanmaq istəyirsə, Quran və sünnədə gələn əməlləri gözəl şəkildə əməl etməliyik. Allah subhanahu ta'ala bizi eşidib və əməl edəməkdən etsin. Qaldı ki, bizim mövzumuz axırıncı və harda qalmış kitabda, Ədəb-ül Mufrad, yəni Səhih Ədəb-ül Mufrad kitabında, Əl-Məqsid Ərş ilə Səhih Ədəb-ül Mufrad kitabında qohumlu əlaqələr haqqında qalmış. Düzdürmü? Qohumlu əlaqələr haqqının hökmünü götürdük və qohumlu əlaqələrlə kimlə əlaqə saxlamaq lazım onu götürdük. Və bugünkü 24-cü fəsil Bəbu silətir rahim təzidir fil umr. Qohumlu əlaqəsi ömrü artırır. İnsanın ömrünü artırır.
Necə ki 41-ci səhih hədisdə gəlir ki, Ənes ibn Məlik radiyallahu anhu ənə Rasulullah sallallahu aleyhi və səlləm qal, mən əhəbbə ən yubsətə ləhu fi rizqihi və ən yunsə ləhu fi əfərihi fəlyasil rəhimə. Kim istəyirsə, onun ruzisi genişlənsin və ömrü artsın, qoy qohumluq əlaqəsi saxlasın. Yenidən təkrarlayıram, mühüm hədisdir. Kim istəyirsə, ruzisi artsın və ömrü də artsın, qoy qohumluq əlaqəsi saxlasın. Çox var qardaşlar şikayətlənir, ya ümumən müsəlmanlar şikayətlənir ki, mənim ruzim zəifdir və necə edim ki, ruzim artsın və əsl odur ki, ruzinin artması pulla deyil. Ruzinin artması Allah Resulü sallallahu aleyhi və səlləmin hədislərini həyata keçirməkdir. Hədisləri qəlbə salıb əməl etməkdir. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm bizə bu hədisdə göstərir ki, nədir? Əgər istəyirsənsə ruzin artsın və ömrün artsın, ömrün bərəkətli olsun, nədir? Qohumluq əlaqəni saxla. Və qohumluq əlaqəsi insanın ruzisini və ömrünü artırır. Və burada bir qaranlıq olan məsələ odur, düzdür, çoxlu alimlərin sözü var bu haqda. Yəni, necə ömür artır və bəllidir ki, bizim Lövh-i Məhfuzda artıq Allah Subhanahu bizim əcəlimizi qeyd edib, yazıb artıq, necə bundan sonra qohumluq əlaqəsinin artması ilə arta bilər. Qısa olaraq bu məsələ biraz uzun məsələ. Şeyx Albani Rahimullah gətirir ki, necə ki iman itayət də artırsa, həmən də ömür də qohumluq əlaqəsi ilə artır. Qısa olaraq belə cavab verək. Və ravi buradakı Ənes ibn Məlik radiyallahu anhu kimdir? Ənes ibn Məlik bin Nadri, bin Damdan, bin Zeyd, bin Haram gəlir ki, kimdir? İmamdır və muftidir və mühəddislərin başçılarıdır və İslam dinində ən çox hədis rivayet edənlərdəndir. Və kunyası kim nədir? Abu Həmzə Əl-Ənsaridir. Və Allah Resulü sallallahu aleyhi və səlləmin xidmətçilərindən olub. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm qadınlar tərəfindən qohumu sayılır. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləmin tələbələrindən olub. Ənes ibn Məlik radiyallahu anhum. Və həmçinin sahabələr içində ən son vəfat edənlərdəndir. Və gəlir ki, təqribi 93-cü ildə vəfat etmişdir. Ənes ibn Məlik radiyallahu anhum. Və düzdür, burada kitabda qeyd olunmuyor. Sadəcə bir qeyd kimi qeyd edeyim. Ənes ibn Məlik radiyallahu anhunun belə bərəkətli olmasının səbəblərindən də biri odur ki, Allah Resulü sallallahu aleyhi və səlləm yanında olmasıydı. Və ona xidmət eləməsi ilə Allah subhanahu teala onu bərəkətləndirdi. Və alimlər buradan fayda çıxardır ki, əgər hansısa bir tələbə və öz müəlliminə dəstək olarsa, daim onun yanında olarsa, Allah subhanahu teala onu bərəkətləndirir. Və həmçinin də şək yoxdur ki, hər birimiz öz elm əhlimizə hörmət eləməliyik. Və hörmət eləməklə də artıq bizim də nədir, ömrümüz bərəkətli olur və elmə nail oluruq, hasil olur. Və bu hədisdən olan faydalar. Salih əməllər insanın ömrünü həqiqi olaraq artırır. Həqiqi olaraq ömrü artırır nə? Salih əməllər. İkinci fayda, qohumluq əlaqəsi ruzini artırır. Və üçüncü fayda, kim istəyirsə onun ruzisi çoxalsın və ömrü də çoxalsın, nədir? Qoy qohumluq əlaqəsi saxlasın. Üçüncü fayda nədir? Kim istəyirsə onun ruzisi genişlənsin və ömrü artsın, qoy qohumluq əlaqəsi saxlasın. 40-cı hədis Ən Əbi Hüreyrə radiyallahu anhu qal Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yəqul Mən sərrəhu ən yəbsudə ləhu fi rizqihi və ən yunsə ləhu fi əfərihi fəlyəsil rəhimə. Əbu Hüreyrə radiyallahu anhudan gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləmdən belə dediyini eşitdim. Kim istəyirsə onun ruzisi genişlənsin və ömrü artsın, qoy qohumluq əlaqəsi saxlasın. Eyni mənalı hədisdir və burada hədisdə olan iki fayda gəlir ki, qohumluq əlaqəsi həm ruzini, həm ömrü artırır. Nədir? Ömrü və ruzisinin artması nə ilə? Müvəffəqiyyətlə. Müvəffəqiyyət və bərəkətlədir. Hansı ki, doğrudan insanın ömrü və ruzisi bərəkətli olur. Bərəkət bəllidir nə deməkdir? Yəni, biri var ki, 1000 manat qazanasan, o 1000 manatın uşağın xəstəliyinə qədər, problemlərə qədər. Biri var ki, 300 manat qazanasan, o 300 manat sənin rahatlıqla hər bir şey kifayət edər. Həm övladları var, həm ailə var.
Və ikinci fayda, necə ki, bu əməllər, yəni qohumluq əlaqəsi vacib etdirir Allahın razılığını qazanmasına və axirətdə savabını qazanmasına və həmçinin də bu dünyada da insanın bu əməl vacib etdirir savabının artmasına, yəni bu dünyada olan bərəkətin hasil olmasına. 25-ci fəsil Bəbu mən vasələ rahiməhu əhəbbəhullah. Kim qohumluq əlaqəsini saxlayarsa, Allah onu sevər. İbn Ömərdən gəlir, bu əsərdir, mənəcə hədis kimi də güclənir və ayələrlə güclənir. Gəlir ki, An İbn Umar radiyallahu anhu qal, Mən ittəqa rabbəhu və vasələ rahiməhu nusya fi əcəlihi və thəra məluhu və əhəbbuhu əhluhu. Çox mühüm əsərdir. Gəlir ki, kim Rəbbindən qorxarsa, qohumluq əlaqəsi saxlayarsa, onun əcəli, yəni ömrü artırılar, malı, sərvəti çoxalar və insanlar, yəni ailəsi də onu sevər. Və bu hədisdəki olan faydalar odur ki, təqvanın səmərəsi həm bu dünyada, həm axirətdə üzə çıxır. Yəni, ondakı olan səmərə, ondakı olan xeyir həm bu dünyada, həm axirətdə izhar olunur. İkinci, itaətlər ömrün və malın artmasını səbəbdir. Üçüncü fayda, Allaha itaət səbəbdir ki, insanların həmən kəsi sevməsi. Mühüm faydadır. Nədir? Allaha itaət səbəbdir insanların həmən kişinin sevməsinə. Dördüncü fayda, qohumluq əlaqəsi ömrün, malın və ailəndə olan bərəkətinə səbəbdir. Baxın, çox mühümdür. Əgər istəyirsənsə ailən bərəkətli olsun, əminamanlıq içində olsun, xəstəlikdən uzaq olsun, sıxıntılardan uzaq olsun, daima sənin ailən sənə itaətli olsun, övladın gözəl tərbiyədə olsun, Allah Rasulü sallallahu aleyhi və səlləm hədislərini tətbiq eləyin, həyata keçirdin ki, o bərəkət ailəvizdə hasil olsun. 26-cı fəsil Bəbu biril əqrab fəl-əqrab. Yəni, yaxın qohumdan və uzaq qohuma olan yaxşılıq etmək fəsli. Anil Miqdam ibn Ma'di Kərb ənəhu səmi'a Rasulullah sallallahu aleyhi və səlləm yəqul İnnəllah yusikum bi ummahatikum thumma yusikum bi ummahatikum thumma yusikum bi abaikum thumma yusikum bil aqrab fəl-əqrab. Miqdam ibn Ma'di radiyallahu anhu deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləmdən belə dediyini eşitdim. Həqiqətən Allah subhanahu wa ta'ala sizə öz analarınızla yaxşı davranmağa tövsiyə edir. Sonra analarınızla yaxşı davranmağa tövsiyə edir. Sonra atalarınızla yaxşı davranmağa tövsiyə edir. Sonra isə yaxın qohuma yaxşı davranmağa tövsiyə edir. Qısa olaraq hədisdə gəlir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, həqiqətən Allah subhanahu teala analarınızla 2 dəfə tövsiyə edir ana ilə yaxşı davranmağa, sonra isə ata, sonra isə qohumlarla. Miqdam ibn Ma'd Kərb radiyallahu anhu kimdir? Deyir ki, Əl-Miqdam ibn Ma'd Kərb ibn Amr ibn Yezid Əl-Kəndidir və o Allah Rasulü sallallahu aleyhi və səlləm yanına bir nümayəndə kimi gəlmişdi, kənd yerindən, qəbiləsindən ya yerindən, təqribi Şam əhlində olur. Və təqribi o 88-ci ildə vəfat etmişdir. Bu hədisdəki olan faydalar. Niyə görə burada Allah Rasulü sallallahu aleyhi və səlləm tövsiyəni analara tövsiyə, yəni yaxşı davranmağa tövsiyəsini təkrarladı. Niyə görə? Çünki bu tövsiyənin təkrar olunması bu əhəmiyyəti olmasını sübut edir. Yəni bu şeyin nə qədər əhəmiyyətli və nə qədər fəzilətli olmasını göstərir. İkinci və mühüm faydalardan qardaşlar. Çox mühüm faydadır ki, əgər 2 vacib ya daha çox vacibatlar, yəni eyni anda toqquşarsa, yəni sənin üzərində eyni anda 3-4 dənə vacib toqquşur. Bilmirsən hansını edəsən. Və burada nə götürülür? Daha üstünü götürülür, daha haqlı olan götürülür. Necə ki, burada hədisdə gəldi ki, əl-əqrab fəl-əqrab. Yəni, yaxın qohumun ən yaxınlarını, sonra heç başqa qohumları yaxşılıq etmək məsələsində gəlir. Həmçinin eyni zamanda buna oxşar
qeyd eləmişik, yenə də demək olar. Yəni məsəl üçün deyək ki, sən atana itaat eləməlisən və eyni zamanda getməlisən hansısa bir qardaşın ehtiyacını ödəməyə. Düzdürmü? Burada atan həm qardaşının ehtiyacını ödəmək vacibdir, həm də atanın da xidmət etmək vacibdir. İkisi də vacib eyni anda nədir? Toqquşur. Bilmirsən hansı desən. Və şək yoxdur nədir burada artıq? Artıq atanın haqqı üstün olduğu üçün atanın haqqını etmək vacib olur və önə keçirilir. Və üçüncü fayda, bu hədis bizə göstərir ki, ananın haqqı atadan üstündür. Və ana ilə yaxşı davranmaq daha üstündür atadan davranmaqdansa. Niyə görə? Həm də gətirirlər ki, bunu qeyd eləmişəm hətta səhv etmirəmsə, ana nədir? Həm ana bətnindəki olan uşağı daşıması ilə, onu o uşağı dünyaya gətirməsi ilə, sonra uşağa yemək yedizdirməsi ilə və onu geyindirməsi ilə, bütün o xidmətlər nədir? Ananın üzərində bir ağırlıq, məşəqqətdir. Və ona görə bu baxımdan da Allah Resulü sallallahu aleyhi və səlləm tövsiyə edir nədir? Analarla yaxşı davranmağı. 45-ci hədis və sonuncu hədis və səhv etmirəmsə bu hədisdə ixtilaf var, hədisin zəif olub olmamasına. Amma Şeyx Albani rahimehullah Səhih Tərğibdə bunu səhih demişdir. Ola bilsin ki, kimdəsə bu elm olsa gələcəkdə deyə bilər ki, yəni bu hədis zəifdirsə sözümüzdən qayıdaq. Amma burada Səhih Tərğibdə gəlir. Yəni Şeyx Albani rahimehullah bu hədisi səhihləşdirib. An Abi Eyyub Süleyman bin Mevla Uthman bin Affan قال جاءنا أبو هريرة رضي الله عنه عشية الخميس ليلة الجمعة فقال أحرج على كل قاطع رحم لما قام من عندنا فلم يقم أحد حتى قال ثلاثة. Baxın, çox mühüm hədisdir və ibrətli hədisdir və hətta bizi burada bu hədis çox bir məsələdən məhrum olmasını göstərir. Deyir ki, Osman bin Affanın mövləsi Əbi Eyyub Süleyman deyir ki, Abu Hureyra 4-cü günün gecəsi, yəni cümə günün gecəsi, yəni 4-cü günün axşamı və cümə günün gecəsi belə deyək. Bizim yanımıza gəldi. Və deyir ki, kim qohumluq əlaqəsini saxlayıb, qohumluq əlaqəsini kəsən varsa burada, qoy ayağa dursun. Mən onu çəkindirirəm, həmən kəsdim. Yenə təkrarlayıram. Abu Hureyra radiyallahu anh deyir ki, həmən topluma, kim öz qohumluq əlaqələrindən kim kəsibsə, qoy ayağa dursun. Mən onu çəkindirirəm. Yəni tənbih edir. Fələm yaqum əhəd və heç bir kəs durmadı ayağa. Hətta qalə fələfə və Abu Hureyra bunu 3 dəfə təkrarladı. Kim qohumluq əlaqəsini kəsibsə, kim aramızda varsa qohumluq əlaqəsini kəsin, dursun ayağa. Heç kim durmur. Sonra gəlir ki, ətə fətən əmmətən ləhu qad saraməhə mundu sənəteyn. Həmən Əbi Eyyub Süleymanın qohumlardan biri, deyir ki, cavan bir oğlan, hansı ki o həmən məclisdə iştirak edən oğlan, gəlir öz bibisinin yanına. Hansı ki o bibisi ilə təqribi 2 ilə yaxın əlaqə saxlamır. Öz doğma bibisi ilə nədir? 2 ilə yaxın əlaqə saxlamır. Fədəxalə aleyhə və həmən o cavan oğlan öz bibisinin yanına daxil olur. Fəqalət ləhu ya ibnə əxi mə cəbik. Deyir, ey qardaşım oğlu, səni gətirən bura nə vardar etdi, nə olub, nəyə görə gəlmirsən? Qal, səmi'tu Abu Hureyrat yəqulu kəzə və kəzə. Və deyir ki, Abu Hureyradan eşitdim ki, belə bir şey deyir. Yəni, kim qohumluq əlaqəsini kəsirsə, dursun ayağa ki, tənbih edim, onu çəkindirirəm. Qal, irci' ileyhi fəsəlhu. Limə qalə zək. Limə qalə zək. Və həmən bibisi ona deyir ki, qayıt ona. Yəni, Abu Hureyranın yanına qayıt və soruş. Niyə görə bunu dedi? Səbəb nədir bunu deməsində? Qal, səmi'tun nəbiyyə sallallahu aleyhi və səlləm yəqul, İnnə ə'mələ bəni Ədəmə tu'radu aləllahi təbərəkə və teala əşiyyətə kulli xamisin leylətə cümə. Fələ yəqbəlu əmələ qati' rəhim. Abu Hureyra deyir ki, mən Allah Resulü sallallahu aleyhi və səlləmdən belə dediyini eşitdim. Həqiqətən cümə gecəsi, yəni 4-cü günün axşamı, cümə günün gecəsi, hər bir cümə gecəsi deyək də, yəni 4-cü günün axşamı. Allah subhanahu və teala'ya əməllər ərz olunur. Yəni əməllər Allah subhanahu və teala'ya qalxır, ərz olunur. Və Allah subhanahu və teala
qohumluq əlaqəsini kəsən əməlini qəbul etmir. Qohumluq əlaqəsini kəsən əməlini nədir? Qəbul etmir. Və bildiyimiz kimi Abu Hureyra öz məclisində cəmaatı tənbih edir və başa salır, öyrədir ki, qohumluq əlaqəsini saxlamaq olmaz və oradan cavan oğlan ibrət götürür və gedir öz bibisinin yanına. Və bibisinin yanına gedir və öz bibisindən soruşanda, bibisi soruşanda ki, niyə görə gəldin? Bir belə-belə, Abu Hureyra belə-belə bir şey dedi. Və Abu Hureyra da hədisi qeyd edir dəlillə ki, hər cümə gecəsi, yəni 4-cü gün axşamı Allah Subhanahu taala əməllər ərz olunur və kim ki qohumluq əlaqəsini kəsirsə, Allah Subhanahu ondan əməli qəbul etmir. Və bu hədisdə olan faydalar, moizə üçün, hansısa bir xatırlatma etməsi üçün, cəmlənməsi üçün müəyyən günü təhdid etmək, yəni müəyyən günü seçmək və müəyyən günü qeyd eləmək. Yəni müəyyən bir gündə dərs keçmək üçün nədir? İnsanların yığışmasının icazəli olması. Necə ki, Abu Hureyra nədir? Gəldi həmən tabinlərin yanına. Tabinlər hansı ki yığışmışdı ki, Abu Hureyranın moizəsinə, dərsinə qulaq asmaq üçün. Və siz də inşallah ki, onlardan Allah sizə bərəkət versin. İkinci fayda, günahkarlarla oturmamaq. Günahkarlarla oturmamaq. Niyə görə? Hardan çıxartdı? Abu Hureyra nə dedi? Kim qohumluq əlaqəsi saxlayıbsa, kəsirsə, qoy dursun ayağa. Yəni onu tənbih edir ki, yəni çəkindirməklə. Və ayə gəlir ki: "Və la tərkanu ilellezina zalamu fetemassekumun nar." Zülm edənlərə meyl etmə. Yəni zalımlarla oturub durmağa meyl etmə. Əks halda cəhənnəm odu sənə toxunar. Və bu nədir? Fayda odur ki, günahkarlarla oturmaq icazəli deyil. Üçüncü fayda, günahlara israrlı olmamaq və sələflərin tez bir zaman tövbə etməyə çalışması, can atması. Necə ki, burada həmən oğlan, nədir, cavan oğlan, dərsdən ibrət götürür, dərhal nədir, öz əməlini, yəni öz keçmiş, pis etdiyi əməli düzəltməyə çalışdı. Dördüncü fayda, insanların xeyir yollarını öyrənməsinə həris olması. İnsanların xeyir yollarını öyrənməsi üçün həris olması və eyni zamanda elm tələb etməsində elminin artması üçün çalışması. Beşinci fayda, 4-cü gün əməllər Allaha ərz olunur. 4-cü gün əməllər Allah Subhanahu wa ta'ala qalxır, ərz olunur. 6-cı fayda, qohumluq əlaqəsinin kəsən günahının nə qədər əzəmətli olması. Qohumluq əlaqəsini kəsən günahının nə qədər əzəmətli olması. Və son fayda, 7-ci fayda, qohumluq əlaqəsini kəsmək ən böyük günahlardandır. Ən böyük günahlardandır ki, hansı ki nədir? Qohumluq əlaqəsini kəsmək insanın, qulun əməlin qəbul olmasına manedir. Yəni, qulun əməlin qəbul olmasına manedir. Nədir? Qohumluq əlaqəsini kəsmək. Qısa olaraq, bugünkü götürdüyümüz mövzular nə idi? Mövzu oydur ki, qohumluq əlaqəsi həm ömrü artırır, həm də insandakı olan mal dövlətini artırır. Və son olaraq, Allah Subhanahu taala ayəsini qeyd edeyim və vallahi bu ayəni hər bir kəs əməl etsə, onun üçün bu dünyada heç bir sıxıntı yoxdur. وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ. Kim Allahdan qorxarsa, Allah Subhanahu wa taala onun üçün çıxış yolu açar və gözləmədiyi yerdən ruziləndirər. Vallahi doğrudan da bu ayəni tətbiq eləsəz, layiqincə Allah Subhanahu wa taala qorxsaz. Yəni Allahdan qorxmaq təkcə itaətlərə artırmaq deyil, qardaşlar. Çox insan fikirləşir ki, mən məscidə gəldim, məsciddə birinci safda oturdum, ibadətlərlə məşğul oldum və s. Quran oxudum. Yox, eyni zaman nədir? Haramlardan çəkinməlisən. Haramlardan çəkinmədikcə Allahdan qorxu həqiqəti baş vermiş olmur. Ona görə həqiqi Allahdan qorxma nədir? Allah Subhanahu taala əmrlərinə tabe olmaq və qadağalarından tam çəkinmək və bununla da Allah Subhanahu taala sənə iki şey vəd verir. Nədir?
harda olursan ol, necə olursan ol, hansı sıxıntı olursan ol, Allah Subhanahu taala sənə çıxış yolu verəcək. Və eyni zamanda ikinci nədir? Gözləmədiyin yerdə səni ruziləndirəcək. Ona görə vallahi Allahdan həqiqi qorxmaq lazımdır. Allah sizdən razı olsun. Subhaneke və bihamdike əşhədu en la ilahe illa ent, estağfiruke və etubu ileyk.